Tarverdi Rzayev, cərrah, gastroenterolog, endoskopist, Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikası. Cərrah endoskopist Tarverdi Rzayev Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikasında çalışır. Azərbaycan Tibb Universitetinin dosentidir. Tarverdi Rzayev 2003-cü ildə tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir. Qaraciyərin maye şırnağı üsulu ilə rezeksiyasının nəticələrinin yaxşılaşdırılması mövzusunda dissertasiya müdafiə etmişdir. Doktor Tarverdi Rzayevin xeyli sayda çap olunmuş elmi məqalələri var. Çap olunmuş kitabları Perforativ mədə və 12 barmaq bağırsaq xoralarının diaqnostikası və müalicəsi, Təbib nəşriyyatı 1994-cü il. Türk dilli xalqların gastroenteroloji terminlər lüğəti 1997-ci il. Kardiovaskulyar sözlük Ankara 2000-ci il. Çox dilli anatomiya terminlər lüğəti Bakı Oskar nəşriyyatı 2008-ci il. Qida borusunun portal hipertenziya ilə bağlı varikoz qanaxmalarının diaqnostikası, profilaktikası və müalicəsi. Təbib jurnalı 2012-ci il. Cərrahi xəstəliklər fənnindən izahlı testlər və situasyon tapşırıqlar. 4-cü kurs tələbələri üçün metodik vəsait. Bakı 2015-ci il. Cərrahi xəstəliklər 1-ci hissə elektron dərslik. 2015-ci il. Bakı. Azərbaycanın nüfuzlu elm adamları ilə birlikdə Doktor Tarverdi Rzayevin həm müəllifliyi ilə çoxlu sayda elmi məqalələri, tezisləri və kitabları çap olunmuşdur. Doktor Tarverdi Rzayevin təhsili. Doktor Tarverdi Rzayev 1976-1986-cı illərdə Naxçıvan Muxtar Respublikasında Badamlı kənd orta məktəbində orta təhsil almışdır. 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1995-1997-ci illərdə Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi Xəstəliklər Kafedrasında klinik ordinaturada olmuşdur. 1998-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər Kafedrasında aspirantura təhsil alıb. 1996-1997-ci illərdə Türkiyənin paytaxtı Ankarada Hacəttepe Universiteti Tibb Fakültəsində Ümumi Cərrahiyyə Kafedrasında laparoskopik və qaraciyər cərrahiyyəsi üzrə təkmilləşdirmədə olub. 1997-1998-ci illərdə Türkiyədə Van'da 100-cü Yıl Universiteti Tibb Fakültəsində Ümumi Cərrahiyyə Kafedrasında eksperimental tədqiqatda olub. 2000 və 2001-ci illərdə Ankarada Yüksək İxtisas Xəstəxanasında endoskopik cərrahiyyə və ERCP kursunda olub. Doktor Tarverdi Rzayev Azərbaycanda və dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq elmi praktik konferanslarda iştirak edib. Onun iştirak etdiyi konferanslar haqqında danışarkən bunları qeyd etmək yerinə düşər. 1996-cı ildə Türkiyənin Ankara şəhərində laparoskopik cərrahiyyə kursunda olub. 2000-ci ildə Türkiyənin Ankara şəhərində invaziv endoskopiya və ERCP kursunda olub. 2012-ci ildə robotik cərrahiyyə kursunda olub Türkiyənin İzmir şəhərində. 2015-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində Erasmi Hospitalda invaziv endoskopiya kursunda olub. 2017-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində gastrointestinal endoskopiya günlərində workshopda iştirak edib. Tarverdi Rzayevin iştirak etdiyi və çıxış etdiyi konqreslər. 1996-cı ildə 13-cü Ulusal Gastroenteroloji Konqresində, 1997-ci ildə 14-cü Ulusal Gastroenteroloji Konqresində, 1997-ci ildə Avrasiya Gastroenteroloji Konqresində, 1999-cu ildə Hepatopankreatobilyar Cərrahi Konqresdə, 2000-ci ildə 17-ci National Gastroenteroloji Konqresdə, Türkiyənin Antalya şəhərində, 2000-ci ildə International Eurosurgery Konqresdə iştirak edib. 2006-cı ildə 9-cu Beynəlxalq Avrasiya Cərrahiyyə və Gastroenterologiya Konqresində iştirak edib. 2009-cu ildə Ulusal Gastroenteroloji Haftasında iştirak edib. 2009-cu ildə Məmmədovun 90 illik yubileyinə həsr olunmuş elmi praktik konferansda 2010-cu ildə 17-ci Ulusal Cərrahiyyə Konqresində Türkiyənin Ankara şəhərində, 2010-cu ildə 27-ci Ulusal Gastroenteroloji Haftasında, 2010-cu ildə Azərbaycan-Türkiyə Akademik Tibb toplantılarında, 2011-ci ildə Dünya Gastroenteroloji Dərnəyi bölgəsəl toplantısında, 28-ci Ulusal Gastroenteroloji Haftasında
Antalya'da iştirak edib. 2011-ci ildə Azərbaycanın Bakı şəhərində keçirilən 12-ci Beynəlxalq Avrasiya Gastroenteroloji və Cərrahiyyə Kongresində iştirak edib. 2012-ci ildə Türkiyənin İzmir şəhərində 18-ci Ulusal Cərrahiyyə Konqresində iştirak edib. 2012-ci ildə Sultanovun 80 illik yubiley konfransında iştirak edib. Doktor Tarverdi Rzayev günümüzdə də Azərbaycanda və beynəlxalq səviyyədə keçirilən elmi praktik konfranslarda iştirak edir, məruzələrlə çıxış edir. Tarverdi Rzayevin iş təcrübəsi 1995-ci ildə o, Türkiyənin Ankara şəhərində yerləşən Hacəttepe Universitetinin xəstəxanasında stajyor işləyib. 1997-ci ildə Türkiyənin Van şəhərində 100-cü yıl Universiteti Tibb Fakültəsində Ümumi Cərrahiyyə Kafedrasında araşdırmaçı işləyib. 2000-ci ildə Ankarada Yüksək İxtisas Xəstəxanasında kursiyer işləyib. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər Kafedrasında assistent işləyib. 2002-ci ildə Mərkəzi Klinik Xəstəxanada İnvaziv Endoskopiya bölməsində bölmə rəisi işləyib. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin klinikasında Diaqnostik və İnvaziv Endoskopiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2015-ci ildən Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər Kafedrasının dosentidir. Doktor Tarverdi Rzayevin elmi praktik fəaliyyəti 1995-2000-ci illərdə Türkiyə Cumhuriyyəti Hacəttepe Yüksək İxtisas Eğitim və Araşdırma Xəstəxanasında endoskopik cərrahiyyə ana bilim dalında elmi praktik fəaliyyət göstərmişdir. 2001-ci ildə Mərkəzi Klinik Xəstəxanada Diaqnostik və Endoskopiya bölməsinin təşkili, daha sonra Doktor Tarverdi Rzayev Azərbaycan Tibb Universitetinin klinikalarında, o cümlədən Azərbaycan Tibb Universitetinin Onkologiya, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında diaqnostik və müalicəvi endoskopiya şöbələrinin təşkil olunmasını həyata keçirmişdir. Doktor Tarverdi Rzayevin əsas fəaliyyət istiqaməti: diaqnostik və invaziv endoskopiya, ERCP diaqnostik, varikoz venaların elastik həlqələr vasitəsilə bağlanması və mədə varikozlarının skleroterapiyası, həzm traktına wall stentlərin yerləşdirilməsi, endoskopik perkutan gastrostomiyanın qoyulması, həzm traktında pnevmo və buji dilatasiyası, diaqnostik ERCP və öd yollarının daşlarının çıxarılması, öd yollarının dilatasiyası, pankreatik kistlərin mədəyə drenajı. Xarici ölkələrdə həyata keçirilən bütün invaziv prosedurlar Doktor Tarverdi Rzayev tərəfindən həyata keçirilir. Hazırda Doktor Tarverdi Rzayev Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezident hazırlığında, xüsusən endoskopik xidmət üzrə kadrların yetişdirilməsində aktiv şəkildə iştirak edir. Onun üzvü olduğu təşkilatlar Azərbaycan Cərrahlar və Gastroenteroloqlar Cəmiyyəti, Türkiyə Gastroenteroloqlar Cəmiyyəti, Türkiyə Gastroenteroloqlar Dərnəyi, ERCP çalışma qrupu, Türkiyə Cərrahlar Cəmiyyəti. Doktor Tarverdi Rzayevin iş yeri: Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası.